Salam əziz tamaşaçılar. İsitmə bulağı aşağıda qalır. Təxminən o istiqamətlərdə. Sonra bu fərş yolla yavaş-yavaş qalxanda gedirsiniz tanınmış yer olan Mustafa bəyin yerinə. Belə bir gözəl yerdir. Ailə üzvlərinizlə gəlin, istirahət eləyin. Özünüzdə də gözəl xatirələr yaransın, gözəl xatirələr birikdirin, toparlayın, toplayın, övladlarınızda da. Bizi uşaq vaxtlarında babalarımız, böyüklərimiz belə yerlərə gətirirdilər, təbiəti sevdirirdilər. Deyirdilər ki, babalarımız qoyub gedib, siz də ötürərsiniz gələcək nəsillərə. Küləkdir, bilmirəm kamera danışıq səsini normal şəkildə qeyd edir yoxsa yox. Mən də macal olarkən yeni nəsli gətirib gəzdirirəm, göstərirəm, izah eləyirəm ki, vətəni qorumaq hər oğlun işi deyil. Vətəni həm əldə silah qorumalısınız, həm dildə sözlə qorumalısınız. Həm də sizə xırda kimi görünən əslində böyük olan ətraf mühiti qorumaqla. Məişət tullantılarını atmaq lazım deyil, qorumaq lazımdır. Çayların içine baxırsan, görürsən ki, məişət tullantılarıdır. Nanəcib insanlar qapısından çölə çıxanda elə bilir ki, düşmən ərazisinə gedib, nə hissəsə eləyə bilər. Turistlər də gəlir, baxır, ürəkləri bulanır, başlarını yelliyə-yelliyə çıxıb gedirlər ki, bu gözəllikdə təbiəti qorumurlar. Belə, işiniz avan da olsun, canınız sağ.